2600 manat mopetin özünə verdiyim. Bir batareyanın, 5 batareyanın tam dolumunda 20 kilometrdən sonra getmir. Mən onu götürüb başqa adama sata bilmirəm. Mən ayın 17-si 10-cu ay 2025-ci il tarixində Atatürk prospektində yerləşən Ekomoto adlı motosiklet və mopedlərin satışı ilə məşğul olan mağazadan bir moped aldım. Mopedə demək 2600 manat mopedin özünə verdim və bu mopedin mənə 5 batareyanın bir tam dolumda 45 kilometr gedəcəyini söylədilər. Lakin mən bunun üçün də kuryer fəaliyyət göstərdiyi üçün onlara söylədim ki, mənə əlavə 5 batareyada verin, bu 90 kilometr etsin və mənim işimi görsün. Mən onu tam doldurduğum zaman 2 batareya 90 kilometr gedəcəyim qədərini gedə bilmədim. Minimum maksimum 40 kilometr gedə bildim, gedəmədim. Yəni bir batareyanın 5 batareyanın tam dolumunda 20 kilometrdən sonra getmir. Həmçinin onların texniki baxış etmədikləri üçün əyləc sistemi nasaz olmuş və 2 dəfə orta yüngül qəza keçirmişəm. 22-simə müraciət etdiyim zaman onlar mənə bunu nə dəyişə bilməyəcəklərini, nə də geri qaytara bilməyəcəklərini söylədilər və mən bununla bağlı istənilən dövlət orqanlarına müraciət edib hüququmu orada axtaracağımı söylədiyim zaman mənə kimə şikayət edirsən et, biz bunu qaytarmayacaq deyə rədd cavabı verdilər. Moped mənim işimə yaramadığı üçün mən mopedi geri təhvil etmək istəyirəm. Məsələyə aydınlıq gətirilməsi üçün üz tutduq mağazaya. Sizin mövqeyinizdə lazım qarşı tərəf kimi ki, yəni siz nə deyəcəksiniz və bəlkə elə hansısa kompromisə gələcəksiniz də, yəni razılığa gəlib məsələn problemi həll edəcəyik. Baxın, məsələ belədir. Siz də bilirsiniz ki, malı aldım buradan, apardım. Bu kilometraj yazır da, mən onu, bizim də yəni hüquqlarımız var. Mən onu götürüb başqa adama sata bilmirəm. Bu müəllim də gəlib, alıb. Bizdə bu malların üstündə yazır ki, zarbat sertifikatı var da, 45-50 kilometr məsafə. Bu da düz yola hesablanır. Düz yola hesablanır. Müəllim də götürüb aparıb günəşliyə qaldırır, oradan yendirir, oradan gətirir, oradan çeyilir. Alıb gətirib deyir ki, mənə kilometraj verir. Mən də deyirəm ki, ayda biz də 107 deyəndə, məsəl üçün maşını. Bu düz yola hesablanır da. Paydamı qalxanda 809 kilometr. Yəni bu istehsalçının verdiyi zəmanət belədir, o deyir 45-50. Bəli. Çəkiliş zamanı Ekomotor şirkətindən bizə bildirildi ki, məsələ ilə bağlı rəsmi mövqeyə göndəriləcək. Lakin üzərindən günlər keçməsinə baxmayaraq nə yazılı, nə də bir şifahi mövqeyə göndərilmədi. Şirkət rəhbərliyindən gözləntimiz odur ki, ictimai məsuliyyəti dərk edərək məsələyə aydınlıq gətirsin, vətəndaşın haqlı istəklərini qulaq ardına vurmasın və problemin həllinə yönəlik konkret addımlar atsın.